Salam dəyərli izləyicilər. Yeni video ilə qarşınızdayıq və bu dəfə sizə təkcə Excel deyil, həm də Excel və PowerPoint proqramı haqqında danışmaq istəyirəm. Bu da real case əsasındadır. Son dövrdə müxtəlif təqdimatlar hazırlayıram və bu təqdimatlar əsasında belə bir qarşıma çıxmışdı bu məsələ. İstədim sizinlə də bölüşüm. Təsəvvür eləyək ki, PowerPoint prezentasiyasını hazırlamısınız və təqdimatın daxilinə cədvəl yerləşdiririk. Baxın, belə bir cədvəlimiz var. Bu cədvəl bir Excel faylı əsasında hazırlanmışdır. Mən həmin Excel faylına keçid eləyirəm. Deməli, təxmini belə bir şeydir. Məsələn, rəqəmi dəyişdiyimiz anda hansısa bir məlumatı Enter düyməsini basan kimi avtomatik bu yeniləməni PowerPoint-un içində də görə bilirik. Bəs belə bir linkləri, yeniləmələri biz PowerPoint proqramımıza necə gətirə bilərik? Bunu sıfırdan yenidən başlayacağıq. Buna görə mən seçirəm həmin cədvəli delete düyməsi ilə silirəm və yenidən Excel-ə qayıdıram. Təsəvvür eləyin ki, istənilən formada cədvəllərinizi, hesabatlarınızı, qrafiklərinizi hazırlamısınız. Bunu PowerPoint-a köçürmək üçün cədvəli seçirik, Ctrl+C düyməsi ilə kopyalayırıq və PowerPoint-un üzərinə gələndə Home menusunda Paste komandası var. Siz bunu açan zaman Paste Special komandasını görürsünüz, xüsusi yapışdırma. Açılan pəncərədə artıq Paste Link seçimini edib OK düyməsini basırsınız. Bu formada artıq sizin Excel-dən gətirdiyiniz cədvəl avtomatik həmin Excel faylına linklənmiş olur. Və Excel-də hər hansı bir məlumatı dəyişdiyiniz andaca həmin dəqiqədə Excel PowerPoint təqdimatınızda öz əksini tapır. Digər bir şey nəzərinizə çatdırım. Bəs biz bu linkləri, bəzi hallarda olur ki, linkləri silmək istəyirik. Yəni, həmin bu linki Excel-dən tamamilə ayırmaq istəyirik. Bəs bunu necə edə bilərik? İndi təsəvvür edək ki, artıq bizim təqdimatımızda Excel-ə link verdiyimiz bir cədvəl var. Prezentasiyamızı bağlamışıq və yenidən açmaq istəyirik. Bunu yenidən açdığımız zaman adətən açılan zaman belə bir bildiriş səhifəsi gəlir ki, təqdimata müəyyən digər fayllardan linklər var və əgər biz bu linkləri update etmək istəyiriksə, yeniləmək istəyiriksə, update links düyməsini basırıq. Bu deməkdir ki, Excel-inizdə son deməli günə kimi hansı yeniliklər olubsa, avtomatik PowerPoint-da öz əksini tapacaq. Cancel etdiyimiz zaman fayl yenidən açılacaq. Sadəcə olaraq Excel-dəki yeniliklər öz əksini tapmayacaq. Update links edirəm. Açıram PowerPoint-u. Bu formada görəcəyik cədvəli. Linkləri əgər Excel-lə əlaqəsini kəsmək istəyiriksə, yəni sadə bir, belə deyək də, şəkil kimi əgər onu yerləşdirmək istəyiriksə, bu zaman gəlirik PowerPoint-da fayl menyusunun üzərinə, info düyməsinə basırıq və aşağı hissədə, baxın burada, sağda aşağıda Edit Links to Files adında belə bir komanda var. Bu zaman açılan pəncərədə bizdə müxtəlif seçimlər verir. Update Now, yəni hal-hazırda onu yenilə, yəni ən sonuncu yenilikləri tətbiq elə. Open Source bastığımız zaman həmin, baxın, burada source göstərir. Hansı kompüterdə, hansı istifadəçinin adında və Excel deməli faylının adıdır. Hətta siz burada istinad edilən range belə görə bilərsiniz. Hansı diapazondan cədvəl kopyalanıb təqdimata gətirilmişdir. Open source etdiyimiz zaman məhz həmin Excel faylı açılacaqdır sizin üçün. Change source o deməkdir ki, biz həmin mənbə faylını dəyişirik. Yəni bir Excel-də yox, digər Excel faylına istinad edirik. Və break link o deməkdir ki, siz həmin linkləri tamamilə kəsirsiniz. Gəlin break link edək. Hal-hazırda heç bir link bağlı deyil təqdimatımıza və qayıdan anda görəcəyik ki, bura qoyduğumuz cədvəl yuxarıda baxın menyuya picture format, yəni sadəcə şəkil kimi kopyalanır. Belə, bizi izləmədə qalın, videoların ardı gələcək.